Salam əziz balıqçılar, Kaspian balıqçılıq salamlayır sizləri. Xoş gün arzulayıram hər bir kəsə. Allah hər bir kəsin balığın yetisini, ruzisini bol eləsin. Deməli, o günlərim canlıda krevetka göstərirdik. Hamı soruşdu ki, bunu kurçoka necə taxırlar? Bəzi balıqçılar var ki, bilmirlər, həvəskardırlar, qınamıram. Yəni, hərə bir üsulla taxır. Mən sizə ən gözəl bir üsulu göstərəcəm. Ən birinci olaraq bunun burada buynuzunu qırmalıyıq. Buynuz qırılır. Buynuzu qırandan sonra götürürük bunu. Bu da kurçokumuz. Və bunu bu qaydada keçirdirik kurçoka. Diqqətlə baxın. Quyruğunun arasında burada, baba, buradan keçirdirik kurçoka. Qarnının içi ilə gətiririk. Və kurçoku diqqət edirik ki, kurçok onun ağzına qədər gəlsin, çıxsın. Gördünüz? Bu qaydada keçirdirik. İstəyə görə bunu silikon iplə də bağlaya bilərsiniz. Beləsinə atış zamanı çıxmasın deyə. Amma yəni bu cür taxılanda bu hələm-hələm çıxan bir şey deyil. Yəni bunu balıq soruştursa da belə, dartışdırsa da çıxmayacaq bu. Diqqət eləyin ki, bunun gözləri üstündə qalsın. Bu üzgəcləri kəsməyə ehtiyac yoxdur. Əsas bunun ən çətin balığa narahatçılıq verən hissəsi bu buynuz hissəsidir. Bu buynuzunu kəssəz kifayət eləyir. Belə. İzlədiyiniz üçün çox sağ olun, minnətdarım. Like eləməyi unutmayın.